Halis adam olmaq istəyirsən, səndə gərək 3 dənə şey ola. Ədəb nə gözəl şeydir. Ədəb insan olanın nemətidir. İntihası, şərəfi, şöhrətidir. İstəsin fəlsəfəyə, məntiqə yol, ədəb əhli ilə otur, ba ədəb ol. Sənin həqiqətə yolunun birinci qapısı ədəbdir. Söz gəlmişəm, bunu da deyim, ədəb başqa şeydir, əxlaq başqa şeydir. Cəmaət bunların tərifini bilmədiyindən çox vaxt deyir, filan kəsin uşağı əxlaqlıdır. Hardan bildin əxlaqlıdır? Adamı görəndə salam verir. Yox, bu ədəbdir, bu hələ əxlaq deyil. Əxlaq insanın xasiyyətinin görünməyən tərəfidir. Hər salam verən səni istəyirmi? Yox.